22-ci sual. Turist qrupu 18 qadın və 12 kişidən ibarətdir. Onlardan 15-i ingiliscə danışır. Qrupdan təsadüfən seçilmiş turistin ingiliscə danışan qadın olması ehtimalı P-yə bərabərdir. P-nin ən kiçik mümkün qiymətini tapın. Ümumiyyətlə, P-ni tapmaq üçün, yəni 30 nəfərdirlər onlar, 18 qadın və 12 kişidir. Ona görə aşağıda biz ümumi sayını, yəni turistlərin ümumi sayını yazmamız lazımdır. Bu isə 30-dur. Yazırıq 30. İndi bu 30 nəfər turist qrupundan seçilmiş turistin ingiliscə danışan qadın olma ehtimalını tapmaq üçün yuxarıda biz burada yazacağıq ingiliscə danışan qadınların sayını. İngiliscə danışan qadınlar. Bizdən nə soruşur? P-nin ən kiçik mümkün qiymətini tapın deyir. Ən kiçik mümkün qiymətini. Yəni, mümkün qədər az qadın, ingiliscə danışan az qadın götürməyimiz lazımdır. Bunun üçün biz mümkün qədər çox kişi ingiliscə danışan götürməyimiz lazımdır. Yəni, ümumiyyətlə, cəmi neçə kişi var bu qrupda? 12 kişi. Əgər biz fərz etsək ki, 12 kişidən hamısı ingiliscə danışır, o halda geridə qalan, deməli, 15 nəfər idi da, yəni ümumiyyətlə o ingiliscə danışan insanların sayı bu turistlərdən 15 nəfərdir. 15 nəfərdən əgər kişilərin hamısı ingiliscə danışsa, geridə qalacaq 15 çıxılsın 12, yəni 3 nəfər. Deməli, bu qalan 3 nəfər, ən azı 3 nəfər qadın turist ingiliscə danışır deməkdir. Ən azı 3 nəfər. Ona görə də indi biz bunu tapmaq üçün yazırıq aşağıda 30, yuxarıda 3. Çünki ən azı 3 nəfər ingiliscə danışan qadın ola bilər bu qrupda. Bu isə ixtisar getsə 3-ə, 3-ü 3-ə böləndə 1, 30-u 3-ə böləndə 10 edir 10-da 1. 10-da 1 cavablarda onluq kəsr halında verilibdir deyə 10-da 1 0,1-ə bərabərdir. Ona görə doğru cavab A bəndidir. 23-cü sual. Fx bərabərdir 4 sinus kvadrat x üstəgəl 2 kosinus kvadrat x üstəgəl 3 funksiyasının qiymətlər çoxluğunu tapın deyir. Əvvəlcə funksiyanı belə edək, yəni biraz dəyişiklik eləyəcək biz funksiyada. 4 sinus x, daha doğrusu 4 sinus kvadrat x üstəgəl 2 kosinus kvadrat x-in yerinə biz 1 çıxılsın sinus kvadrat x yazaq. Çünki biz bilirik ki, kosinus kvadrat x bərabərdir 1 çıxılsın sinus kvadrat x-ə. Ona görə də 2 vurulsun mötərizə içində kosinus kvadrat x-in yerinə yazırıq bu ifadəni. 1 çıxılsın sinus kvadrat x üstəgəl 3 bərabərdir 4 sinus kvadrat x üstəgəl mötərizəni açaq. 2 vurulsun 1, 2 çıxılsın 2 vurulsun sinus kvadrat x üstəgəl 3 bərabərdir 4 sinus kvadrat x çıxılsın 2 sinus kvadrat x edir 2 sinus kvadrat x 2 üstəgəl 5 edir, daha doğrusu 2 üstəgəl 3 edir 5. İndi isə sinus kvadrat x funksiyasının qiymətlər çoxluğuna hələ ki baxaq. Sinus kvadrat x funksiyası. Sinus kvadrat, ümumiyyətlə sinus x funksiyası biz bilirik ki, -1 ilə 1 arasında yerləşir. Sinus kvadrat x isə nə olacaq? Sinus kvadrat x 0-dan 1-ə qədər dəyişir. İndi isə sinus kvadrat x-in qarşısında bu 2 var deyə hər tərəfi 2-yə vuracağıq. 2 vurulsun, yəni bunu başqa rənglə göstərək. Deməli 2 vurulsun 0, 2 sinus kvadrat x, 1 vurulsun 2. Nə əldə edirik? 2 dəfə 0 edir 0, kiçik və yaxud bərabərdir 2 sinus kvadrat x. Kiçik və yaxud bərabərdir 1 dəfə 2, 2 edir. Nə qaldı geridə? Sadəcə üstəgəl 5 qalıbdır. İndi hər tərəfdən üstəgəl 5 yazmağımız lazımdır. Yenə bunu başqa rənglə göstərək. Üstəgəl 5, üstəgəl 5 və üstəgəl 5 və əldə edirik. 0 üstəgəl 5 edir 5. Kiçik və yaxud bərabərdir 2 sinus kvadrat x üstəgəl 5. Kiçik və yaxud bərabərdir 2 üstəgəl 5 də 7 edir. Deməli, bizim funksiyamız bu idi. Yəni, ilkin verilən funksiyadan biz bu funksiyanı əldə etdik. Bu funksiyanın qiymətlər çoxluğu isə
5 ilə 7 arasında yerləşir. Yəni 5-dən 7-yə qədərdir. 5-dən 7-yə qədər. 5 və 7 də daxil olmaq şərti ilə. Ona görə də doğru cavab B bəndidir. O x, y koordinat müstəvisində təpə nöqtələri y bərabərdir x kvadrat çıxılsın 4x çıxılsın 5 parabolasının üzərində yerləşən üçbucaqların ikisinin ordinatı 0, üçüncüsünün ordinatı isə mənfi olsun. Bu şərti ödəyən üçbucaqlar arasında sahəsi ən böyük olanın sahəsini tapın deyir. Koordinat müstəvisini çəkək. Ya da əvvəlcə gəlin bu parabolanın x oxunu kəsdiyi nöqtələri tapaq. Yəni y bərabərdir. Kvadrat funksiya verilir də. X kvadrat çıxılsın 4x çıxılsın 5. Bu funksiyanın x oxunu kəsdiyi nöqtələri tapmaq üçün biz 0-a bərabərləşdiririk bunu. X kvadrat çıxılsın 4x çıxılsın 5 bərabərdir 0. Buradan funksiyanın, yəni bu tənliyin köklərini tapmalıyıq. Bu tənlik bu formada yazıla bilər. X çıxılsın, deməli, x çıxılsın 1, x çıxılsın 5 hələ ki yazaq. İndi yoxlayaq görək düzdürmü? X-i 5-ə vuranda mənfi 5x, mənfi 1x, mənfi 1 vurulsun x, mənfi x, mənfi 5x çıxılsın mənfi x, mənfi 6x ilə. Ona görə bura plus yazmağımız lazımdır. X vurulsun mənfi 5, mənfi 5x edir. 1 vurulsun x, x edir. Mənfi 5x üstə gəlir x, mənfi 4x edir, düzdür. Deməli, buradan isə sadəcə biz rahatlıqla tapa bilərik ki, x deməli ya olması lazımdır mənfi 1. Çünki mənfi 1 üstə gəl 1 0 verir. 0 da nəyə vursaq həmişə cavab 0 olacaq. Deməli, kökün biri mənfi 1-dir. Digəri isə bu 0 olması üçün x gələk 5 olsun. Yəni, mənfi 1 və 5-dir bu funksiyanın, bu tənliyin, yəni kökləri. İndi isə gəlin parabolanı çəkək. Deməli, bu bizim ordinat y-dir, bu isə absis oxudur. Mənfi 1 və 5 nöqtələri, deməli, 1, 2, 3, 4, 5, burada mənfi 1 olsun, mənfi 1, bura 5. Mənfi 1 və 5 nöqtələrində parabola x oxunu kəsir. İndi isə biz bu funksiyanın, bu parabolanın təpə nöqtəsini tapmalıyıq. Bunun üçün təpə nöqtəsini x koordinatını əvvəlcə tapaq. Yəni, funksiyanın, deməli, parabolanın təpə nöqtəsinin x koordinatını tapmaq üçün belə bir düsturdan istifadə edirik. Mənfi 1 bölünsün 2a-dır. Yəni, x bərabərdir. Mənfi b nə olacaqdır? Mənfi 4 bölünsün 2 dəfə a. A isə x kvadratın qarşısında olan əmsaldır. Bu da 1-dir. Deməli, mənfi 4 müsbət 4-dür. 4 bölünsün 2 dəfə 1-in 2. Deməli, x 2 olur. Yəni, bu parabolanın təpə nöqtəsinin x koordinatı 2-dir. İndi isə funksiyanın o nöqtədə qiymətini tapaq. Başqa rənglə burada yazacağım ki, qarışmasın bir-birinə. Deməli, y bərabərdir. Sadəcə funksiyada x-in yerinə bu əldə etdiyimiz qiyməti qoyacağıq. 2-nin kvadratı çıxılsın 4 vurulsun 2, çıxılsın 5 bərabərdir. 2-nin kvadratı 4, çıxılsın 4 dəfə 2, 8, çıxılsın 5. 4 çıxı 8, mənfi 4, çıx 5, mənfi 9 edir. Deməli, x 2 olanda 1, 2 nöqtəsi buradır. Y mənfi 9 alınır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 təqribən bura düşür. Bu nöqtədə deməli parabolanın təpə nöqtəsidir. İndi isə gəlin parabolanı çəkək. Tam yaxşı alınmadı. İndi bunu biraz düzəldək. Yaxşı, parabolamız budur. Bizim üçbucağımızda üçbucaq necə olması lazımdır? Deməli,
Üçbucağın ikisi, yəni təpə nöqtələrinin ikisinin ordinatı 0-dır. Ordinatı 0 o deməkdir ki, x oxu üzərində yerləşir. X oxu üzərində parabolun sadəcə 2 nöqtəsi yerləşdiyi üçün elə bunları götürmemiz lazımdır. -1 ilə 5-i götürdük. Bu bizim üçbucağın 2 təpə nöqtəsi olacaq. Və üçüncü təpə nöqtəsi haqqında nə deyir? Üçüncüsünün ordinatı isə mənfi ədəddir. Mənfi o deməkdir ki, x oxunun altında yerləşir. X oxunun altında yerləşən hansı nöqtəni götürsək, alınan üçbucağın sahəsi ən böyük olar. Əlbəttə ki, təpə nöqtəsində yerləşən bu nöqtəni götürməyimiz lazımdır. Təpə nöqtəsini götürməyimiz lazımdır. İndi isə gəlin bunları birləşdirək. Bu nöqtələri birləşdirək, üçbucaq əldə edək. Bizdən bu əldə edilmiş üçbucağın sahəsinin tapılması soruşulur. Bu üçbucağın sahəsi isə deməli hündürlük vurulsun oturacaq bölünsün 2-dir. Hündürlüyü bu üçbucağın deməli -9-dan 0-a qədər 9 vahiddir. 9 onun hündürlüyüdür. Vurulsun oturacağı -1-dən 5-ə qədər 6 vahiddir və bölünsün 2-yə bərabərdir. 2 və 6-nı ixtisar edək, 1 və 3 qaldı. 9 dəfə 3 də 27 edir. Deməli doğru cavab B bəndidir.